Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonun 53.297 hektar əkin sahəsinə xidmət edir. Həmin sahələrin suvarılması üçün 4 mədəndən istifadə olunur. Bunlar Şəmkir çay, Zəyəm çay, Kür çayı və 900 ədəd subarteziyan quyusudur. Bu barədə televiziyamıza qurumun baş mühəndisi Rəşad Allahyarov məlumat verib. Qurum rəsmisi həmçinin hazırda su itkisinin qarşısının alınması üçün kanalların beton üzlüklə döşənməsi və tətbiq olunan yeniliklər barədə danışıb. Hazırda üzərində durduğumuz Naçıaq kanalı vasitəsilə Əli Yaqublu, Dəllər-Cırdaxan, Dəllər-Cəyir və Çaparı kəndlərinin 1100 hektar ərazisinin suvarma suyu ilə təmin edirik. Bu ərazilərin suvarma suyu ilə mütəşəkkil və fasiləsiz təmin etmək üçün hazırda torpaq məzarı Naçıaq kanalının beton üzlüyə alınması, yəni əsaslı təmir işləri görülür. Bu mərhələdə 500 pagon metr kanal beton üzlüyə alınacaqdır. Digər yandan idarəmiz tərəfindən öz gücümüz hesabına Könüllü kəndində 574 pagon metr torpaq məzarlı kanalda beton üzlüyə alınıb və kanalda olan itki minimuma endirilmişdir. Qeyd edək ki, su itkisinin qarşısının alınması, sudan səmərəli istifadə edilməsi üçün Şəmkir rayonunda hal-hazırda gördüyünüz kimi kanalların beton üzlüyə alınması işləri davam etdirilir. Baş mühəndis həmçinin Şəmkir şəhəri ilə birlikdə kənd və qəsəbələrin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən də danışıb. Digər yandan Şəmkir şəhərinin eyni zamanda kəndlərin və qəsəbələrin içməli su təminatını həyata keçirmək üçün də tərəfimizdən mütəmadi olaraq işlər görülür. Bu işlərin bir hissəsi olaraq Cəyir çayında 50 metr uzunluqda, 6 metr dərinlikdə su xəttinin tapılaraq mənbəyə qoşulması və Şəmkir şəhərinin fasiləsiz su ilə təmin olunması tərəfimizdən görülmüşdür və təmin olunmuşdur. Digər yandan Şəmkir şəhəri ərazisində 2 ədəd olmaqla Kür qəsəbəsində 4 ədəd çox mənzilli hündür mərtəbəli binaların zirzəmisindəki su xətti tamamilə tərəfimizdən yenilənmiş, 1053 ədəd sayğac təmir olunmuş, qış mövsümünə hazırlıq çərçivəsində 300-dən artıq sayğacların qutusu sıradan çıxmış tərəfimizdən təmir olunmuş, 220 ədəd yeni sayğac quraşdırılmış, eyni zamanda bu binalarda görülmüş işlərlə bağlı yeni 65 ədədin su şəbəkəsinə qoşulması və su ilə təmin olunması tərəfimizdən təmin olunmuşdur. Cəmilə Nəsir qızı, Kamran Əskiparalı, Sənan İsmailova və Cərəsənova bugün informasiya proqramı üçün.